Gedək uşaqlarla. Görək bir də qəşəng yer tapaq. Dincələk, yaydır. Yay tətildir. Qəşəng gözəl yerlər tapaq. Dincələk, çay uzadı qıraqda. Qəşəng yerlər var. Fırlandıq, getdik Pirqul tərəfəzədə, oraları da çəkdik. İndi Gollywood tərəfə gedirik. Buralar da yaxşı mənzərəli yerlərdir. İnşallah buraları da çəkək. Buraların da yaxşı meşələri var, bulaqları var. Burada qəşəng meşəli yerlərdir. Əvvəllər buranın yolu çox bərbad vəziyyətdə idi. Toz, torpaqlı, qumlu yollarla gəlirdik. İndi qəşəng asfalt çəkiblər buralara. Yolları da yaxşı düzəldiblər. Qəşəng mənzərəli yerlərdir buralarda. Çox pul verib, gedib xaricdə, Türkiyədə, orada, burada rasxod eləməkdənsə Azərbaycanın qəşəng görməli gözəl yerləri var. Yüngülvari bir xərclə buralarda qəşəng istirahət eləmək olar. Lerikdir, Şamaxıdır, Qubadır, Altağacdır, Tovuzdur, Gəncədə Göygöldür, Kəlbəcərdir. İnşallah Şuşada zadda hamısı oralarda gözəl yerlər var. Cəbrayildə zadda, yəni məsləhət olar ki, belə yerlər gedib, gəzib, qəşəng istirahət edəsiniz. Güzel yerlerdi. Hələ gedirik, gəldik, elə yerlərə çıxmışıq ki, bura insan ayağı dəyməyən yerlərdir. Meşənin içindən gedirik hələ. Balaca kol tosdur. Aşağı tərəfdə çay axır. Çaya tərəf bir yer axtarıq ki, çayın qırağına tərəf çıxaq. Orada bir yer tapaq, oturaq.
Gəldik təmiz meşənin ortasına çıxdıq. Elə bir yerə çıxdıq ki, buradan yol zad da yoxdur. Daha maşın yol zad da qutardı. Elə yerə gəldik, çıxdıq ki, da bura insan ayağı dəyməyən yerlərdir. İndi burada bir dənə yer düzəldik, özümüz üçün oturaq, qəşəng çadır. Dərənin də dibindən çay axır. Oradan belə çay axıb gedir. Qəşəng yerlərdir. Qoyun əti zad aldıq biraz. Quz əti. Sonra biraz toyuq əti almışıq buz. Sonra təndir çörəyimiz, pomidor, xiyarımız. Suyun qırağında var, belə suyun qırağında qəşəng bir yerdə yer düzəltdik özümüzə. İndi orada da manqalımızı qurmuşuq. Gəlib indi ocaq qalayacağıq, kabab pişirəcəyik uşaqlarla. O da qəşəng yerdir, mənzərəli yerlərdir. O dağlar, yuxarısı da üstümüzdə çadırı açmadım, çadır gətirmişdim. Daha bura ağaclıqdır, yuxarıdan kölgədir. Üstümüz kölgə olduğuna görə daha çadır açmıram. İndi qoyun ətini düzəltdik. Bunun duzlu yaxşı yoxdur ya. Həmişə belə hazır qoyuram, duz istiyor. Ovaza da gedəndə hər yerə özümlə götürürəm bunu. Bunu saxla. Birinci quzu ətini düzəldək, hazırlayaq. Hazır oldu quzu ətimiz. Ondan sonra keçərik toyuğu hazırlayarıq. İndi bunu hazır elədik. Bunlar pişirək bir partiya. Ömərlə Turan da orada ocaq qalayıblar, manqalımızı. Ocağımızda qalayıblar. Salam elə Ömər. Salam elə. Burada qoy ocağımız kömürə düşsün. Köz olsun inşallah. Sonra pişirək. Buradan da qəşəng balaca çay axır. Su axır deyə buradan. Buradan da qəşəng su axır. Suyun o başında, o tərəfində qazdıq. O başda yer düzəltdik, su yığılır ora. Burada belə yer düzəltdik. Daşları zadı yığdıq. Qəşəng su yığılır bura. Bu su da təmiz sudur. Göz yaşı kimi dupduru sudur. Suyun dibi görsəniz. Burada da düzəltdik. Buradan əlimizi yürüyük. İçirik suydan. Yəni bu düz o tərəfdən yuxarıdan gəlir bu su. Burada yaşayış zad da yoxdur. Təmiz bulaqların suyudur. Ona görə bu sudan içmək olar. Biz bu sudan içirik, buz kimi sudur. Buzlu su. Buradan da bu təmiz sudur. Təmiz sudan da çaylıkımıza su dolduraq. Gedək qoyaq qaynasın. Qəşəng çay qoyaq özümüzə. Ocağımız közə düşənə qədər qəşəng çay qoyaq. Qaynasın, bir dənə çay içərik bulaq suyundan. Bunları qoyaq bura. Çaylıkımız qaynasın. Üstü çıxanı xəbər verəcəm. Mən bunu elə bir dənə düzmə var. Bunun nə gəlir burada? Etlərimizi koyduk. Ocağımızı qaladık, pişirdik. Burada da var etimiz, orada da var. İnşallah bunları pişirək. Ayda, gel buradan dolaşalım. Bir yakala bırakın. Bir daha bir tane telefonu.
pişir, ətlərimiz şifasızlanır. Bunlar üzə pişdi. Yığdıq bunları. Bura. Uşaqlar da acıblar. Pişsin, hazırlayaq, yeyək. Gəldik, kababımız da pişdi. Quzu əti çox oldu deyə toyuğu pişirmədik. İndi lazım olsa axşam tərəfinə gecəyə qalsaq, inşallah onu da pişirək. Bir də çay qoymaq istədik. Sonra fikirləşdik ki, elə bulaq suyu var, dolduraq, bulaq suyundan içək. Bura gəlmişiksə kola, fantaza da almağa ehtiyac yoxdur. Ona görə təmiz bulaq suyundan uşaqlarla oturduq. Çörəyimizi yeyək inşallah, burada dincələk, çıxaq fırlanaq yuxarıları. Ocağımızı söndürdük, kababımızı pişirdik, ocağımızı da təmiz söndürdük. Ocağı elə yerdə qaladıq ki, yəni qumluq yerdir. Heç bir ağaca, yəni otluğaca da yaxın bir yer deyil ki, pajar eləsin. Tam da söndürdük ocağımızı. İndi inşallah çörəyimizi yeyək. Elə yerə gəlmişik ki, gün ortadan buradayıq, hava gün üzədə keçib gün ortadan tərəfə üzə batmaz üzədir. Bir dənə insan ayağı dəyməyib var. Hələ bir nəfər gəlib keçməyib buradan. Şipşirin təbii moruğudur. Qəşəng dadır. Uşaqlar gediblər. Buradakı qara çaynikim var. Qara çayniklə doldurublar ağzına kimi. Qəşəng moruqlardır. Yetişiblər. Qıpqırmızıdırlar. Əladır belə təbiətdə. Təbii meyvələr, gilə meyvələr, qəşəngdir. Deyə moruğumuz. Qəşəng moruqlar. Təbii moruq. Dedim, sizə bir çaynik doldurmuşuq bax. Bu qara çayniklə bir ağzı bir dolu moruqdur. Buralarda doludur moruq. Allah baba, buralar var ha. Buradan aşağı gedirsən. Buradan da aşağıda, buradan yoldan aşağı, çayın qırağına aşağı düşürsən. Belə bütün hamısı moruqluqdur. Nə yəsi var, nə sahibi. Bütün çöllər, buralar meyvədir. Hələ o yuxarı tərəflərdə, buradan yuxarı qalxanda fındıq zad da tökülmüşdür oralara zada. Meşələr hamısı meyvə yerlərdir. Çıxıb gedirik indi evə. Gəldim, saxladım burada. Burada yəni siz göstərim. Bax, burada zoğal da var. Payızda burada qəşəng zoğallar da yetişirir. Gör nə qədər zoğal var burada. Bu zoğal ağaclarıdır, bax buralar. Bu meşədə, buralarda hər şey var. Bax bu zoğal ağaclarıdır. Yola, zoğallar var burada. Qəşəng zoğal ağacları var. Fındıq ağacları var. Ondan sonra moruq yığdıq yaxşı. İnşallah bizim Bakı tərəf yola düşürük. Gəldik, yaxşı dincəldik buralarda. Niva ilə insan ayağı dəyməyən yerlərə gəldik, çıxdıq. Hələlik bu qədər, videomuzu da tutarıq. İnşallah gələcəkdə gözəl videolar, ovlar çəkib hamısını sizlərə göstərəcəyik. Belə
meşənin ortasıdır. Nə boyda yerlər gəldik, buralara çıxdıq. Şamaxının Qarayevud kəndindən üzü o tərəfə. Kəndi də keçdik, dağları da keçdik, çöllərlə gəlib çıxdıq buralara. Yəni bura balaca maşınla gəlmək çətin məsələdir. Ya gələk Oazın olsun, ya da gələk Nivan olsun. Yol bərbad vəziyyətdədir. Hələlik sağ olun.